məğlub edən Elmar Qasımov ardından Avstriyalı Gabor Geyer ilə qarşılaşıb. Bu dəfə həm yerlimizə daha az vaxt lazım olub. Elə ki, o 57-ci saniyədə İpponla rəqibinə qalib gəlib. Üçüncü mərhələdə rəqib Belaruslu Anton Marsuleviç olub. Bu dəfə də həm yerlimiz təmiz qələbə qazanıb. Yarın finalda Elmar Qasımov Polşalı Tomasz Damanski ilə üz-üzə gəlib. 58-ci saniyədə İpponla qələbə qazanan Elmar finala yüksəlib. Nəhayət, həlledici görüşdə Çexiyalı Lukas Fırpalihin müqaməti cəmi 21 saniyəyə çəkib. Gözəl fənlə rəqibi üstələyən Elmar Avropa çempionatının qalibi olub. Ümumilikdə Elmar Qasımov Avropa çempionatında 5 qələbəyə 5 dəqiqə vaxt sərf edib və Ermənistan paytaxtı İrəvanda Azərbaycan bayrağını dalğalandırıb, himnimizi səsləndirib. Azərbaycanlı Petrokranofner Ladies and gentlemen, please stand for the national anthem of Azerbaijan. Խնդրում ենք կանգնել, հնչում է Ադրբեջանի օրհներգը։ Ladies and gentlemen, our junior European medalists.